Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allah Teala Kur'an-ı Kerim'de buyurur. Ali-İmran suresinde İnnellezîne keferû len tuğniye anhum emvâluhum ve la evlâduhum minallahi şey'a ve ulaikehum vakûdun nar. O kəslər ki, Allahın varlığını inkar edərlər, onlara qiyamət günü nə topladığı mallar, nə də övladları fayda verməz. Onlar cəhənnəmin yanacaqları olacaqlar. Bir insan ki, bu dünyada Allaha inanmır, bir insan ki, bu dünyada Allahın varlığını təsdiqləyərək ibadətlərin hamısını ona sərf eləmir, o insan qiyamət günü Allahın əzabını gördükdə ondan canını qurtarmaq üçün bütün malını, devlətini, övladını, zövcəsini, bütün hər şeyini verməyə hazır olacaq. Amma qiyamət günü Allah Teala insanı mülksüz şəkildə həşr eləyəcək. İnsanın heç bir şey mülkü olmayacaq, heç bir şeyə malik olmayacaq. Ayağında ayaqqabısı belə olmayacaq insanın. Heç nəyin olmayacaq. İnsan necə bu dünyaya gəldikdə heç bir mülkə sahib olmur, eləcə də qiyamət günü Allahın qabağında həşr olunanda heç bir şeyə malik olmayacaq. O gün mənim övladımsan, mən səni xərcləyə bilərəm, mənim zövcəmsən, məni müdafiə etməlisən, sən mənim dostumsan, mənə yardım etginən, sən mənim qardaşımsan, yanımda durginən, heç kəsə heç nə deyə bilməyəcəksən. لِكُلِّ اِمْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِي. O gün hər kəsin özünə yetdiyi dərdi olacaq, deyir Allah Teala. Hər kəsin özünə yetdiyi dərdi olacaq. Hər kəsin özünə yetdiyi qəmi olacaq. Hər kəsin özünə yetdiyi qüssəsi olacaq. Qabaqda tərəzi, qabaqda əməl tərəzisi, qabaqda sırat körpüsü, cəhənnəm məhşər meydanına yaxınlaşdırılacaq. Cəhənnəmin ocağının, əzabının uğultusundan, səsindən insanların bağrı partlayacaq. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, o gün körpə uşaqların saçı dümməğappaq ağaracaq qorxudan. Hamilə qadınlar uşaqlarını salacaqlar qorxudan. O gün övladı ata tərk eləyəcək. Kişi öz dostundan qaçacaq, arvadından qaçacaq, uşağından qaçacaq. Hər kəs tərk eləyəcək. Öz başını düşünəcək sadəcə. İman əhli, möminlər, Allaha inanan insanlar, nəfsinə hakim olan insanlar, bu dünyaya gəliş hədəfinin məqsədini əsla bilən insanlar, o gün tacların, taxtların üstündə oturaraq, başlarında tac, nemət içində olacaqlar. Allahın onlar üçün vəd etdiyi nemətləri yeyib içəcəklər. Dünya fanidir. Nə qədər dünya uzansa fanidir, qardaşlar. Nə qədər uzansa, nə qədər malın, mülkün olsa, nə qədər varın, devlətin olsa, nə qədər övladın olsa, sənə Allah yazan əcəldən artıq yaşaya bilməyəcəksən. Vaxtın tamam oldusa, Allah səni öz dərgahına aparacaq. Və heç bir şey özünə daşıya bilməyəcəksən. Ona görə sələflərdən biri deyir ki, ey Adəm övladı, sənin üçün yaradılan şeylər, sən nə üçün yaradılmışsan, ondan səni yayındırmasın. Sənin üçün yaradılan şeylər, sən nə üçün yaradılmışsansa, ondan yayındırmasın. Allah Teala yeməyi, içməyi, rızqını, dünyanı insanlar üçün yaradıb. Sən halal yiyəsən, halal içəsən deyə. Deyir ki, sənin üçün yaradılmışlar, sən nə üçün yaradılmışsan, ondan səni yayındırmasın. Nə üçün yaradılmışıq, qardaşlar? Nə üçün yaradılmışıq? Eşitmirəm. İbadət etmək üçün. Quran-ı Kerimdə Allah Teala buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yarattım ki, məni ibadətdə təkləsinlər, mənə ibadət etsinlər. Sənin dünyaya gəliş səbəbin Allahı ibadətdə təkləməkdir. Buna tövhid deyilir. Allah Teala buyurur: İnnellezine keferu. O kəslər ki, Allahın varlığını inkar edərlər, kafirlər,
Lən tuğni anhum amwaluhum. Onlara yığdıqları mal fayda verməyəcək. Və la auladuhum. Nə övladları onlara kömək eləyəcək. Və la auladuhum minallahi şey'a və ulaikahum vaqudun nar. Onlar cəhənnəmin odunları olacaq. Cəhənnəmin yandıran materiallar olacaq onlar. Kafirlər. Ona görə nə böyük nemətdir bir insanın müsəlman olması. Nə böyük xeyirdir, nə böyük nemətdir bir insanın Allahı tanıması. Nə böyük nemətdir bir insanın Muhammed sallallahu aleyhi ve sellem ümmətindən olması. Nə böyük nemətdir bir insan Allaha səcdə edə bilməsi. Bundan böyük nemət yoxdur. Ona görə insan qəbrə getdiyi zaman qardaşlar əməlləri ilə baş-başa qalır. Nə övladı yanında gəlib durmur, nə arvadı yanında durmur, nə nəvəsi, nə nəticəsi. Gedin qəbir sandığa baxın. Minlərcə insan yatır orada. Minlərcə insan barzaq aləmindədir. Kiminsə onun yanında durduğunu görməzsən. Kiminsə. Ona görə ağıllı insan bu dünyada ahirəti üçün xeyir etməyə çalışmalıdır. Allahı tanıyıb, bacardığı qədər əmrlərini yerinə yetirib qadağanlarından çəkinməlidir. Və ahirət günü ona fayda verən şeylər etməyə çalışmalıdır. Nə fayda verir? Yeri gələndə yox, daima zikri, ibadəti, tövhidi, xəlvətdə və cəmaatın içində nə bacarırsa Allah üçün əməlləri çoxaltmalıdır. Malını, mülkünü Allah yolunda xərcləməkdən əsirgəməməlidir. Nəyi varsa, dili ilə, malı ilə, əli ilə, canı ilə, pulu ilə, nə ilə bacarırsansa Allahın dininə xidmət eləməlisən. Bu sağ fayda verəcək qiyamət günü. Yoxsa yeyilən hər şeylərin qısa bir ömrü var. İçdiyimiz hər şeyin qısa bir ömrü var. Hər bir aldığın nemətin müəqqəti bir dadı var, bir tamağı var. Sonra itib batır gedir. Amma ibadətlər elə deyil. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah üçün gördüyünüz işləri, sədəqələri, xeyir əməlləri Allah onu götürər, saxlayar, onu bəsləyər. Bizdən birimiz necə tövləyə balaca buzoy bağlayırıq, balaca buzoy, inək balası. Onu böyüdürük, yedizdirik, içizdirik, böyüdürük, onu nə qədər eləyirik? Yekə öküz inək olur. Eləcə də Allah etdiyimiz savabları saxlayır öz qatında, onu böyütür. Qiyamət günü böyük savablar görəcəksən, qarşına gəlir. Deyəcəksən, ya Rabbi, mən bu əməlləri etməmişəm. Allah deyəcək, mənim rızam üçün etdiyin əməllərdir, onları bax ki, mən necə böyütmüşəm. Önəmli olan, qardaşlar, əməli etmək deyil, ən çətin olan şey etdiyin əməl Allah üçün qorumaqdır. Allah Teala Quran-ı Kerimdə buyurur, Mən cəə bil həsənəti fələhu əşru əmthəlihə və mən cəə bis seyyiəti fələ yücüzə illə misləhə. Kim axirət günü bir savabla gələrsə, biz ona 10 mislini verərik. Bir savab işlədəcəksən, Allah 10 qatını verəcək. Kim günahla gələrsə, ancaq onun cəzasını çəkər. Allah demir ki, aya qulaq asın qardaşlar. Allah Teala demir ki, kim bir əməl edərsə, Allah deyir ki, kim bizim huzurumuza bir əməllə gələrsə, insanların bu dünyada etdikləri salih əməllər çoxdur. Amma bəzilərini başa qalxmaqla, bəzilərini riyakarlıqla, bəzilərini başqa səbəblərlə puç edir insanlar. Əməl etmək çətin deyil. Əməli etmək, əmələ muvaffaq olmaq Allahın izni ilə rahatdır. Amma ən çətin olan şey etdiyin əməli qoruyub saxlamaqdır. Və bu hansı əməli qoruyub saxlasan, o sənə fayda verəcək qiyamət günü. Ancaq onun mükafatını alacaqsan. Möhtərəm qardaşlar, Allahın əzabı çox şiddətlidir. Allah Teala Quran-ı Kerimdə deyir ki, o kafirlər, Allaha inanmayan şəxslər qiyamət günü Allahın əzabından xilas olmaq üçün bütün dünyanın malına, mülkünə sahib olsalar, onu verib Allahın əzabından canlarını qurtarmaq istəyəcəklər. Amma bu onlara fayda verməyəcək. Sən bu dünyada yaşayırsan və bu dünyanın bütün mülkünə sahib deyilsən. Allah Teala deyir ki, sən kafir insan sahib olsa, Allahın əzabından canını qurtarmaq üçün bütün dünyanı verər. Amma sən ey insan, Allah sən bu dünyada varkən, səndən bu dünyanın bütün malını, mülkünü əldə etməyini istəmir. Bütün dünyanın malını, mülkünü Allah səndən sədəqə verməyini istəmir. Hətta öz malını, mülkünü hamısını sədəqə verməyini istəmir. Allah Teala səndən istəyir ki, ona layiq qul olasan. Namazlarını vaxtında qılasan. Orucu tutasan. Malının zəkatını verəsən. Pulun oldu, malın oldusa, sıxıb əlində saxlayıb hac ibadətini gecikdirməyəsən.
vaxtında həcc eləyəsən, haramlardan çəkinəsən, halallardan möhkəm yapıyorsan, Allah səndən bunu istəyir. Üzərinə düşən vacibləri yerinə yetir. Əgər sən bu dünyada bunu edə bilməsən, qiyamət günü öz peşmançılıqdan öz əlini çeynəyəcəksən. Və insanların bu dünyada çəkdiyi sıxıntısının qabağında axirət sıxıntıları heç nədir. Cəhənnəmin əzabı daha şiddətlidir, daha sərtdir. Ona görə qardaşlar, cəhənnəmdən qorunası əməllər etmək üçün çalışmalıyıq. Və Ramazan ayı bizlər üçün böyük bir fürsətdir. Rasulullah s.a.v. buyurur, Əs-siyamu cünnətun yəstəcinnu bihəl abdu minən-nər yevməl-qiyamə. Oruç tutmaq qalxandır. Mömin tutduğu orucu onunla cəhənnəm arasında qiyamət gün qalxan olacaq. Ona görə tutduğunuz orucu qorumağa çalışın. İxlasla tutun. Və bunu faydalı olaraq keçirin. İl gün axşamı yatmaqla, namazlara gəlməməklə, orada burada vaxtınızı lazım olmayan yerdə keçməklə keçirməyin. Vallahi billahi, kim Ramazan ayının qədrini, qiymətini bilməsə Allaha and olsun. Mən and içirəm ki, qiyamət günü o insan çox peşman olacaq. Ramazan ayında özünü islah elə bilməyən insan, başqa vaxt özünü islah elə bilməyəcək. Bu böyük fürsətdir qardaşlar. Taravih namazları, səhər-axşam zikirləri, 5 vaxt namaza gəlməyə həris olmaq və elm almağa həris olmaq, elm verməyə həris olmaq, dəvət etməyə çalışmaq, insanlar arasında xeyirxahlığa çalışmaq, nafilə ibadətlərini çoxaltmaq, Allah üçün səbri öyrənmək bu Ramazan ayında bizlər üçün fürsətdir. Allah bizə istifadələrdən etsin və bizləri salih insanlardan etsin və ixlaslı etsin. Və sallallahu aleyhi və səlləm və barik ala nəbinə Muhammed və alə alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.